Vəkil Ramil Vəliyev yenidən ata olub. Sevindirici xəbəri onun həyat yoldaşı Nərmin Vəlizadə şəxsi Instagram hesabında etdiyi paylaşımı ilə açıqlayıb. Nərmin Vəlizadə paylaşımında "Ailəmizə xoş gəldin" sözlərini yazaraq ailələrinə yeni üzvün qatıldığını izləyiciləri ilə bölüşüb. Paylaşım qısa zamanda diqqət çəkib və cütlüyə çoxsaylı təbrik mesajları gəlib. Qeyd edək ki, Ramil Vəliyevin birinci evliliyindən 2 oğlu, ikinci evliliyindən isə bir qızı var. Vəkil hazırda yenidən oğlan atası olaraq evlad sevincini bir daha yaşayıb. Biz də Ramil Vəliyev və ailəsini bu xoş hadisə münasibətilə təbrik edirik.